Ceki, dur. Uşaqların işinə baxırıq. Aferin. Aha. Olmadı ki. Ceki. Ceki. Gəlmədi uşaqlar. Salam balaca rəssamlarım və rəssam maraqlı olanlar. Bu günləri icmaldan atdığınız mənə əl işlərinizə baxacağam və bunu deyim ki, 13 nəfərin əl işini götürmüşəm. Digər uşaqların da növbəti videolarımızda olacaq. Və hava çox istidir. Tez bir zamanda qışın gəlməsini arzulayıram və o qədər istidir ki, make-up da etməmişəm. Bilmirəm, indi qorxmazsınız inşallah gecə-gecə məndən. Hər nəsə, ilk rəsmimizə başlayıram. Salam müəllimə, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Həmd olsun uşaqlar, yaxşı ölürük istidən. Hanımanın palitram. Normal insanlar ventilatoru ya da pensiyenin altında. Uşaqlar ventilatorda xarab olmaya vaxt tapdı və mənim palitra ilə sərinləməm həqiqətən çox istidir. Nəysə, boş verək. Dedi ki, bir dəfə müəllimə sizə bir dənə şilapalı qız göndərmişəm. Sizə necədir? Ayan sizə heyrandır. Mən də sizə heyran uşaqlar. İnşallah bu yay bitmədən 10K olarız. Amin inşallah. Baxay da inşallah. Baxay 13 yaş. Qoşla işləyib çox qəşəng çəhrayı. Bax səmanın çəhrayı olmağı. Ümumiyyətlə o qız olsun. O həmin o quşu olsun. Çox zərif, çox qəşəngdir. 13 yaşa görə məncə əladır. Çox qəşəngdir. Uşaqlar sizə belə edirsiniz palitranızla. İşin çox qəşəngdir Ayan və mən də səni çox sevirəm. Salam müəllim, adım Məltəmdir. Nə üçün adım var Məltəm? Kursa gedəndə çəkdiyim ilk rəsmimdir. Deyir ki, hə, kursa əvvəllər çəkmişdim. İndi getmirəm. Kursa getmədiyimi vurğulayır. Rəngi karandaşla işləyib, çox qəşəngdir. Uğur böcəyi. Azərbaycan dilində uğur böcəyi idi. Nə idi? Option. Amma göy rəngdə olanı çox bəyəndim bu arada. Fərqli baxmısan, fərqli yanaşmısan və ən sevdiyiniz rəng uşaqlar hansıdır? Mən göydür. Göy rəngi görəndə mən. Ayaqlarda əllər və sağlıq. Salam müəllimə, necəsiniz? Mən Əfəndiyeva Əntiqə. Əntiqə çox qəşəng adı var. 11 yaşım var. Lakin bu şəkli bir-iki dəfə qabağa, bir-iki əvvəl çəkdiyini deyir. Videoda da paylaşsanız çox sevinərəm deyir. Niyə də paylaşmıyorum? Ulduzlar çox şirindir. Yəni ulduzlar çox bayıldım. Qızın geyimi olsun, qırmızı, qoşla işləyib yəqin. Biz işıq kölgədə fikir. 11 yaş varsa, bu 9 yaş, mən superdir, yox, sözlərimi geri aldım. İşıq kölgədə yoxlasam, çox işləyim, həcmli görsünlər. Məncə çox qəşəngdir, əllərdə sağlıq. Salam müəllimə, 14 yaşım var, deyir. 14 yaşda bu formada işləmisənsə, sənə halaldır, çox qəşəngdir. Saçlara baxın, saçları çox real görsən. Halaldır. Kursa gedirsən, sən bir dəfə əl işə atmırsan bu arada, yadımdadır. Uşaqlar bəzən qarışdırıram uşaqlar, amma sənin işin çox qəşəngdir və çox gözəl istəyirsən. Fərqli, tək portretdə işləmədə, yəni fərqli şeylərdə at, fərqli şeylərdə yoxla özündə. Məncə çox qəşəng olar. Salam müəllimə, necəsiniz? Hazırlıq dəftərindən çəkmişdim. Hazırlıq dəftəri Azərbaycan dili. Bax, Azərbaycan dilinin dəftərini nə qəşəng şeylər çəkmişsən? Müəllimin görübmü? Mənim maraqlıdır, müəllim görəndə nə reaksiya verir. Çox qəşəngdir, çox qəşəngdir. Bax, təsvirlərin bir-birlərinin əlaqəsinə baxın. Orada məsələn pişik var, pişik dəniz məhsullarına baxır, belə tisbağa falan, dəniz atına falan baxır. Qız da çox qəşəngdir bu arada. Çox qəşəngdir. Rəssamlığa azlaşırsan yoxsa necə? Onu da deyəsən bizə. Çox qəşəngdir axı. Uşaqlar, siz də hazırlıq dəftərində belə şəkillər çəkirsiniz. Məsələn, mən başqa bir fən müəllimi olsaydım, deyərdim ki, əla bilirsən. Qızımız deyir ki, salam müəllimə, necəsiniz, gününüz necə keçir? Əhval-ruhiyyəniz necədir? Şükranla, ölməsə istidən yaxşıdır uşaqlar. Dedikdən sonra mən çox qəşəng. Aha, deyir ki, çox şükür, sən necəsən inşallah? Uşaq o qədər soruşur, mən heç nə soruşmuram. Çox sağ ol quzum. Bu səfər çox şəkil, yəni problem oldu. Bir neçə şəkil qoyasınız. Deyir ki, hə, onlardan birini seçib qoya bilərsiniz. İlk rəsmim paltar üzərində işləmirsən, akrilik boya ilə işləyir. Hə, Winx-də hansı idi? Stella idi desə, onu çəkmişdim və çox bəyənmişdim də. Bir də ruçka ilə ikinci işi olduğunu deyir. Ruçka yəni qələmlə işləmişdi. Göz məşqləri var idi. Uşaqlar, baxın necə beynimə həkk eləmişəm təsvirləri. Sonra digər işlərində 3 və 6-cı şəkli isə karandaşla işlədiyini, 4-cü rəsmini isə markerlə, 5-ci rəsmini isə pastel boyanı işləyir. Çox qəşəngdir axı. Və bir dənə də deyir ki, sevilirsiniz. Mən də sizi sevirəm uşaqlar. Həm müəllimə, istədim sizə də deyim. Nə deyir? Həm müəllim, istədim sizə də deyim. Nəyi deyəcəksən bizə? 5-ci qrupa üzrə ixtisasa hazırlaşdığını deyir. Yəni seçimdə qərarsız olduğunu deyir. Mən niyə həyəcanlandım bu qədər? Uşaqlar mənə sir bölüşəndə və ya istəklərini, gələcəkdəki planlarını bölüşəndə həyəcan keçirməyim. Çox qəşəng bir şeydir əslində.
və hansı ixtisasını seçəcəyini bilmirdi və tim ixtisasını seçib. Həmkar ola bilərik. Mən də təşkil sənət müəllimliyim. Magistrda məhz ondan oxudum. Və Lənkəran dövlətini yəni fikirləşdiyini söyləyir. Sizin sayənizdə bu qərarı aldım. İnşallah hər hansı bir istədiyin universitet olsun və inşallah əsas odur ki, peşman olaraq girməyəsən. Deməyəsən ki, filan kəs təriflədi, mən burada oxudum, zülm yaşadım. Hər hansı bir universitet ola bilər. Azərbaycandır bura. İnşallah istədiyin yerdə gözəl təhsilini alarsan. Mən özüm də Lənkəran dövlətdə oxumuşam. Orada çox mənim gözəl xatirələrim olub. Mən çox şey öyrəndim orada. Amma insan özünü başqa fərqli yerlərdə də görmək istəyirdi. Yəni tək filan universitet, filan yer deməyin. Əsas ixtisasınızı seçin və əsas öz üzərinizdə işləyin. Bu tam fərqli bir şeydir. Əlbəttə ki, yer və məkan da önəmlidir, amma o yer və məkanda nə qədər adaptasiya ola biləcəksən, sən özünü orada nə qədər göstərə biləcəksən. Yəni fırlanır, dönür, əsas sənin öz hərəkətin, düşüncələrin, etdiklərindir. İnşallah yaxşı olar, uğurlar sənə. Bəlkə də qarşılaşdıq. Yəni Lənkərana gəlsəm, mən də Astaralıyam, uşaqlar. Çox mən Lənkəranlı bilir uşaqlar, mən Astaralıyam. Sadəcə Lənkəranda oxumuşam. Bayağı bir oxumuşam da, yəni orada. Bir dənə qalıb oran orada ev alaq, qalıb da, yəni o dərəcə. Yaxınıq əslində, çox da başlayacaq bir şey yoxdur. Hər nəsə. Aha, bayquş işini görürəm, çox qəşəngdir axı. Və axırıncı işin var ha, onu tam elə bir bitirməmişsən. Amma bitirsən çox qəşəngdir. Bayquşdan mən çox xoşlayıram. İnşallah bayquş nə üçün simvolizə edə bilirsiniz? Yazasınız. Bayquş reallıqda da görmüşsünüz. Mən görmüşəm və çox qorxuducudur. Və bitmiş versiyasını atarsan, səbirsizliklə gözləyirəm. Salam müəllimə, avatar çəkmişəm. Necədir? 12 yaşım var. Avatar çəkib. Mən avatar çəkməmişəm. Nə yalan deyim. Və avatarın çox qəşəngdir. Əsasən saçlarına vuruldum. 12 yaşında uşaq avatar çəkib. Yəni çox qəşəng işləmirsən. Düz adı gəlirsən yoxsa özünün üzərində işləmirsən. Çox qəşəngdir. Çox maraqlıdır. Afərin. Salam müəllimə, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Yaxşıyam qızım, yaxşı olasan. Mənim paylaşmama hazırda rəsmim olmadığı üçün dedim bir saatda bir şəkil çəkim atım. Deyir ki, atdıqlarına əsasən bu daha biraz sönük qaldığını deyirdi. Yəni sonra deyir ki, heç saat olmaz, atır. Heç saat olmaz. Bir saata sən bunu işləmirsən, çox qəşəngdir. Bu saç modeli wowdur. Yəni çox qəşəngdir. Çox da qəşəng işləmirsən, elə belə bir işi görsənmir. Yəni uşaqlar, işlərinizi küçümsəməyin. Bir saat da ola bilər. Bəzən bir rəssamın şəkli bir anlıq da yarana bilər o şəxəsə. Məsələn, o sırf qəribə təsvirlər deyirsiniz. Məsələn, müəllimə, buraya bir pis çıxmasını tüpürüblər, amma falan qədər qiymətə satılır. O bir anlıq olan təsvirlərdir. Onların təkrar olmayan təsvirlər ki var. Ona görə onların qiyməti belə Türklər demişkən paha biçilməz. Yəni təkrar olunmaz. Sən bəlkə fırça zərbəsini vursan təkrar alındıra bilməzsən də, həmin o fırçanın arxasında dayanan şəxsin də dəsti xətti də çox önəmlidir. Çalışın, əlinizdən gələn ən yaxşısını edin və uğurlu olacağınızda şübhəm yoxdur. Əsas oda istəyin. Mənzərə görürük, özü də qış. Ayda mən videonun əvvəldə dedim qış gəlsin. Qış sevmirəm. Heç bir fəsli o qədər də sevmirəm. Hər bir fəslin öz gözəlliyi var. Sevmirəm deyəndə mən. Payız və bahar ortaları var. Onları çox xoşlayıram. Belə çox da yağış dəyməsin, tufan olmasın. Bilirsiniz də Azərbaycanda yağış dəyir. Əsasən də Lənkəranda. Azərbaycanın ən çox yağıntı düşən bölgəsi Lənkəranda olsaz görəcəksiniz mən demək istədiyimi. Yəni çox qəşəngdir axı. Evlərin bir-birinə oxşarlığı, o ritm çox qəşəngdir. Əllərinə sağlıq istəyəcəm. Şahinin əl işinə baxırıq. 8 ayaqlı işləyir. 8 ayaqlı işləyir. Bax, mən indi baxanda dəniz qızını mən yarpağa oxşadım. Çünki oradan damarlarına eləmişəm. Əslində maraqlı görsənir. Biraz stilizə edilmiş vibe verir. Bir də Şahinin dediyim kimi uşaqlar yeni kanalı var. Özləri şərh bölməsində qeyd edəcək və siz də görəcəksiniz oradan. Abunə olub dəstək olmayı unutmayın. Yavaş-yavaş hər kəs özü üçün hərəkət edir, çalışır, zəhmət çəkir. İnşallah hamısınız, hər kəs öz çəkdiyi əziyyətin bəhrəsinə görə inşallah deyirik. Müəllimə, necəsiz? Xoş günləriniz çox olsun. Çox sağ ol qızım, sənin də. Deyir ki, inşallah amin də yazıb. Vau, Davidi çəkir. Neçə yaşı var? Yaş 17 yazır. Qəşəngdir axı. Çox zor. Mən Davidi Azərbaycan youtuberlərindən birinə oxşadıram. Siz də siz kimə oxşadırsınız? Mən adını çəkməyəcəm, siz tapın. Çox oxşuyur. Profildən o qədər deyil, fasaddan çox ekstra oxşadıram da. İlk dəfə o youtuberi görəndə David yazma düşdü də. Çox süper bir-birinə oxşuyur da, yəni. Biliyorsun bu qədər mən heykələ oxşuyar. Dediyim kimi çox da qəşəng. Hazırlığa gedirsənmi, yoxsa qabiliyyət imtahanına hazırlaşırsanmı? Niyə onu çəkmirsən məsələn? Çox qəşəngdir. Salam müəllimə, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Çox sağ ol quzum. Müəllimə, mən ilk deyir ki,
Bu dəfə qara qələmlə kölgələndirmə üstündə işləmişəm və hələ ki 2 rəsmim də var. Hörümçək adamın tam bitirmədiyini deyir. Bitirəndən sonra ümid edirəm, yəni bitirəcək. Bəyənərsiniz deyir. Səhvlərimi desəniz çox sevinərəm. Oradakı məsələn şövalye var. Onu məsələn çəkdiyimi kaş yanbayan qoysaydım, elə səhvlərini deyərmək daha asan olardı. Amma mən hörümçək adamın bədən quruluşuna falan superdir də. Yəni anatomik çox çətin bir istiqamətdə qalıb, çox qəşəngdir və bitirəndə də tez bazar atırsan icmalı. Çox qəşəngdir. Çox qəşəngdir. Əllərinizə sağlıq. Növbəti işimizə baxırıq. Salam müəllim, yaş 15, adım Gülaydır. My Little Pony-də bu karakterin adı qətiyyən yadımda deyil. Yadımdan çıxıb, amma My Little Pony-yə baxardım. Mənə çox qəribə gələrdi. Ən sevdiyim karakter var idi. Rainbow Dash. Nə idi? Rainbow Dash idi. Orada saçları rəngarəng var idi, mavi, dərili. Onu çox xoşlayırdım da. Mən xoşladığım detal nədir? Məsələn, o karakteri özü qoyub və onun anime versiyasını çəkmişlər. Çox qəşəng bir fikirdir. Məsələn, siz bunu real həyatda da edə bilərsiniz. Məsələn, mənim anime karakterimi çəkin. Məsələn. Bəli uşaqlar, bu qədər idi. Dedim video biraz fərqli olsun. Fərqli yerdə qalmışam güya. Sadəcə kameranı burada fırlatmışam. Çox fərqli bir giriş eləməyə çalışdım. Ev yoxdur. Biraz fərqli şeylər yoxlayacağam. Hər dəfə eyni şeylər. Bilirəm, sıxılırsınız. Məndən ev yoxdur. Çalışırıq, eləyirik. Digər videolarda görüşənə də hələlik və rəsm çəkməyə davam et. Çünki